Salam, hər birinizi bugünkü dərsdə xoş gördük. Bugünkü dərsimizin mövzusu aksonometrik görünüşdə verilmiş bu detalın 3D modelinin qurulması ilə bağlıdır. Deməli, AutoCAD-ın 3D model hissəsini keçid edək. 3D modeling. Detala ilk öncə hardan başlamaq lazımdır, ona baxaq. Mən ön görünüşü, bu görünüşü hesab edirəm və bu görünüşdən başlayaraq dizgilərimizi çəkəcəyik. İlk növbədə biz bu görünüşü, ön görünüşü götürdüyümüzə görə frontal proyeksiya müstəvisində olduğuna görə mən buradan yuxarıdan sol küncdən View Controls'dan frontal görünüşü seçirəm, yəni frontal müstəvini seçirəm. Ondan sonra artıq başlaya bilərəm dizgilərimizi çəkməyə. İlk növbədə 90 uzunluğunda bir xətt çəkəcəm. Line komandasını seçirəm və 90 uzunluğunda bir xətt çəkirəm. Enter deyirəm. Yuxarıya doğru 15. Bu düz bucaqlı hissəni yenə 90 və aşağıya doğru gətirib birləşdirirəm. Əgər sizdə burada yaşıl kvadratlar gəlmirsə, o zaman buradan bu hissədən OSNAP-ı aktivləşdirməyiniz gərəkdir. Bu OSNAP-da endpoint, midpoint, center, quadrant, intersection, extension bunlar aktivdir məndə. Sizdə də bunlar aktiv olmasına diqqət edin. Və ESC-ni vururam, ESC komandanı ləğv edirəm. Daha sonra baxıram və burada 30 uzunluğunda bir xəttimiz var. Deməli, xəttimizi götürdük, line komandasını götürdük. Yuxarıya doğru 30, enter və onu düzbucaqlı şəkildə birləşdirəcəm. Yenə 90 dedim, gətirdim bura, birləşdirdim. Daha sonra isə digər ölçülərə keçid edək. Burada bir çevrəmiz var bizim. Bu çevrənin mərkəzi buradan bura kimi 60 mm-dir. Mərkəz xəttini çəkirəm. Yuxarıya doğru 60, enter dedim və komandanı bağladım. Sonra isə çevrəmizin diametri verilib bizə 50-dir. Buradan center diameter seçirəm və mərkəzi bu nöqtədir. 50 yazıram, enter deyirəm. Daha sonra isə burada bir 60 məsafəsi var. Bu 60 ümumidir. Mərkəzdən, yəni 30 hesab olunur. Mərkəzdən 30-dursa, yəni və bu xəttin də hündürlüyü 60-dır. Burada bizə verilib. Mərkəzdən sola doğru 30 deyirəm və enter vururam. Artıq biz bu maili hissəni ala bilərik. Maili hissəni qurdum. Enter deyirəm. Artıq xətləri trim vasitəsilə siləcəm. Trim vasitəsilə sildim. Buradakı xətlərimizi biz mirror komandasının köməyi ilə modify-dan mirror deyirəm və xətləri seçirəm. Enter deyirəm və mərkəz xəttimizi göstərirəm ki, bu xəttə nəzərən onu güzgülə. Deyir, əvvəlki hissəni silim, deyirəm, yox, silmə. Və bu qədər güzgülədik və xətlərimiz buradadır. İndi artıq hissələri, artıq xətlərimizlə bu xəttimiz artıqdır. Biz onu silək. Delete. Mərkəz xətti bizə lazım deyil. Burada onu da silirəm. Artıq ondan istifadə eləmişik. Maneçilik törətməsin deyə onu da sildim. Və bu şəkildə biz öndən görünüşümüzün, yəni frontal proyeksiyasını, detalın frontal proyeksiyasını almış olduq. İndi isə qalınlaşdırma verək. Orbitdən detalımızı müəyyən bir bucaq altında saxlayıram və burada press pull'dan istifadə edəcəm. Çünki xətlərimiz hamısı ayrı-ayrılıqda bir xəttdir. Yəni obyekt formasında deyil. Ona görə press pull'dan istifadə edəcəm.
İlk növbədə burada 50 qalınlığımız var. 50 qalınlığı biz mərkəzdən 25 sol, 25 sağ olaraq verəcəm və birinci növbədə arxa hissəyə uzadıram və 25 deyirəm. Yox, 50 buradır, 60 isə aşağı, 25 yox, 30 olacaq bu təbii ki. Daha sonra isə bu hissəni irəliyə, bizə tərəf, özümüzə tərəf, yenə 30 yazıram, enter deyirəm. Yuxarı hissə 50-dir, qalınlığı 50-dir. 25 arxa tərəfə, 25 ön tərəfə və bu silindrik hissənin qalınlığı isə 70-dir. 70-in yarısı 35, 35 arxa tərəfə, enter. 35 bizə doğru, enter. Artıq bizim modelimiz hazırdır. Yalnız burada bir boşluq var. Bu boşluğu biz çəkməliyik. Təbii ki, bu boşluq ön görünüşdən görünmür. Üstdən baxdığımız zaman biz onun boşluq olmasını görəcəyik. Amma o hissəyə keçməmişdən öncə deməli biz bu modelləri ayrı-ayrılıqdadır birləşdirməliyik. Burada Solid Union'dan istifadə edəcəyik. Solid Union seçdim. Sonra hər bir modeli ayrı-ayrılıqda seçirəm və Enter düyməsinə vururam. Artıq hamısı ayrı yox, bütöv bir obyekt halındadır. Custom View'dan topa keçirəm, üstdən görünüşə keçid edirəm. Və üstdən görünüşdə biz buradakı düzbucaqlı hissəni çəkməliyik. Hal-hazırda bizim detalımız konseptual görünüşdədir. Buradan görünüşləri dəyişə bilərik. Məsələn, 2D wireframe-dən baxa bilərik detalımıza. Bu şəkildə görünür. Yenə buradan orbitdən çıxmaq üçün ESC-ni vurdum və top görünüşdə baxıram. Burada koordinatlardan istifadə etməliyik biz. Çünki təbii ki, hansı müstəvidə biz iş görəcəksə, onu seçməliyik bu koordinat vasitəsilə. Koordinatı origin olanı seçirəm və gətirirəm burada quadran nöqtəsini. Yəni, aktivləşdirmişəm və quadrantı görürəm və bura klikləyirəm. Koordinatımız buradadır. Və orbitlə mən baxıram ki, koordinatım mənim yuxarıda yox, aşağıya düşüb. Onu dəyişə bilərik buradan. Origin vasitəsilə koordinatımızın yerini dəyişdik yuxarı hissəyə qoyuq. Çünki bu silindrin mərkəzdən yuxarıdan biraz hissəsindən kəsmiş olacaq. Ona görə mən tamamilə ən yuxarı nöqtəsi, ən hündür nöqtəsindən koordinatı qoyuram ki, rahatlıqla işimi görə bilim. İndi isə yenidən burada müəyyən xətləri çəkməliyəm. 34 və 70 verilib bizə. Təbii ki, bu ümumi ölçüdür. Biz isə burada yarısını götürəcəyik qiymətin. Ondan öncə 70-in yarısı 35. Buradan 35 xəttini çəkirəm. Xəttin düzgün getdiyinə burada diqqət eləməliyik. Mütləq şəkildə. Yazıram 35, enter. Sola doğru isə 34-ün yarısı 17-dir. Yazıram 17. Enter. Bu hissə 30-dur bizdə. 30-un yarısı 15. Yenidən irəliyə doğru 70-in yarısı 35, 34-ün yarısı isə 17 edir. 35-dən 17 çıxdığımız zaman 18 qalır. Yazıram 18, enter. Və bizə doğru xəttimizi uzadıram. Ümumi uzunluq 30 idi. Burada 30 yazacağım daha. Sonra yenə 18 və onu gətirib birləşdirəcəm. Enter deyirəm. Komandamızı bağlayırıq.
İndi isə press-pull vasitəsilə bu düz bucaqlığını buradan kəsib çıxarmaq lazımdır. Onun üçün ümumi bir baxaq görək bizim xəttimiz həqiqətən də bizim istədiyimiz yerdədirmi? Bəli, yəni tam yuxarı nöqtədə dayanır. Və press-pull-la mən seçirəm düz bucaqlığını və aşağıya doğru uzadıram. Yəni bu ölçü ixtiyari ölçüdür. Biz kəsib çıxaracağıq bunu. Hal-hazırda ayrı bir detal kimi görünür. Bu boşluqdan hər iki tərəfdə var. Arxa tərəfdəki görünmür deyə. Buradan yəni biz görə bilmirik. Amma hər iki tərəfdə olduğunu varsayaq. Konseptual görünüşə keçək. Və fikir verir ki, burada bu düz bucaqlı ayrıca bir detal kimi dayanıb. Bunu biz buradan kəsib çıxarmalıyıq. Kəsib çıxarmamışdan öncə klaviaturadan mirror yazıram. Mirror. Burada mirror 3D'dən istifadə edəcəm. Mirror 3D'ni seçirəm və obyektimizi seçirik. Hansı obyekti güzgüləyəcəmsə onu seçirəm və enter deyirəm. Məndən 3 nöqtə istəyir. Birinci nöqtəmi silindirin arxa tərəfindən ön tərəfinə doğru ikinci nöqtəmi seçirəm və bir də mərkəzini seçirəm. Deyir, əvvəlki hissəni, yəni bu hissəni silim, deyirəm, xeyr, no. Və artıq bizim bu düz bucaqlığımız buraya güzgüləndi. Güzgüləmə əməliyyatından sonra isə rahatlıqla biz kəsmə əməliyyatını həyata keçirə bilərik. Kəsmək üçün burada Solid Subtract komandası var. Onu seçirəm. Və detalımızın özünü seçirəm. Enter deyirəm. Daha sonra isə kəsəcəyim, kəsib çıxaracağım hissələri seçirəm. Və enter deyirəm. Artıq bizim 3D modelimiz hazırdır. Yəni, aksonometrik görünüşdə kimi bizim 3D modelimiz hazırdır. Bundan sonra isə verilən modeldən 3 görünüşün çıxarılması prosesini həyata keçirəcəyik. Keçək buradan View, Base, From Model Space. Seçim isti Select Object deyir. Obyektimizi seçirik. Enter deyirik. Layout 1 deyir. Layout 1 və yaxud da Layout 2 fərq edən Layout 3 neçə dənə model çəkmişsinizsə ona uyğun dəyişə bilərsiniz. Layout 1 deyirəm. Enter deyirəm. Və artıq mənim 3D modelimin görünüşləri burada gəlmiş olacaq. Birinci görünüşümüz öndən görünüşdür. Enter vurdum. Sonra üstdən görünüş və soldan görünüşü göstərirəm. Aşağı tərəfdə isə 3D modeli göstərə bilərik, göstərməyə bilərik. Artıq o sizin seçiminizə qalıb. Enter deyirəm, mən göstərmirəm. Və bu şəkildə artıq mən 3D modelimin görünüşlərini çıxarmış oldum. Öndən, üstdən və soldan görünüşümüzü bu şəkildə rahatlıqla çıxara bildim. İstəyə uyğun, əgər tələb olunursa, gün ştampını da yerləşdirə bilərsiniz bura. Və yaxud da buradan Projected deyib 3D modeli bu şəkildə bura yerləşdirə bilərsiniz. Belə, enter, ehtiyac varsa. Yenidən, yəni Projecteddən müxtəlif görünüşlər, müxtəlif dizgiləri burada göstərmək mümkündür. Bu qədər bugünkü dərsimiz bununla yekunlaşır. Modelimiz buradadır. Aksonometrik görünüşümüz isə budur. Yəni birə-bir eynisini çəkmiş olduq. Sağ olun, gələn dərslərdə görüşənədək.